Üstü qan olanda gəlin Zəhra xanım, gəlin əyləşin. Üstü qan idi mənim yanıma gələndə və nələrin baş verdiyini salamlayırıq, nələrin baş verdiyini. Buyurun, biləcəksiniz. Cahanə tıxacı anlayırıq təbii ki. Cahanənin o etirafından sonra Bibi danışır. Şeytan Allah lənət eləmişə buyurur. Deyirəm öz payıma eləmişəm mənə lənət. Azərbaycan Bura dini veriliş deyil də. Yəni biz biraz etikanı gözləyək. Əgər burada təhlil edirsə... Yaşında deyilsin psixolog. O da başı bağlıdır. Amma yəni ki, biz sizlə... Yox, mən birinci özümə yaraşdırmıram, qışqır, bağır eləyim. Heç zaman heç zaman üstün bilmərəm ki, özümün böyüklərə səsimi qaldırım. Yəni mən onu sevmirəm. İndi xanım da məcbur qalır, xanım o qədər danışır. Biraz yavaş təhlil edə xanım, nə olar ki? Olar mı? Bəli, siz. Mən yavaşlıq görməmişəm. 45 yaşında dədəm ölüb, 6 uşaq olmuşum, böyüyü də mən. İnanın o qədər psixofəstələrdən işləyirəm. İşlədikcə də daha da səbirli olmuşam. Çox yanlış sual idi o, sistira bilməyəcəyik. Çörək salıb, təsəvvür 100 gündə. Səhərdə getmişəm, işdən gəlib də sahəyə dönmüşəm rayondan. Nə varmışıq? Saxlamışam. Biz də eləmişik, gecə gündüz eləmişik. Biz əgər kəndə yaşamırıqsa, günahımız yoxdur da biz şəhərdə yaşayırıq. Biz də Sarıyana xalamcıyla ortadan... Olmaz, indi biz söz deməyək. Loğman müəllim əslində bir saniyə. Arvadın yanında ağıllı adam oturma, siz dərdən dağılır.